Bəli, Azərbaycan futbolu üçün Abbaqar kimi oyunçuların bura gəlməsi, Premyer Liqamızda oynaması həm ətrafdan marağı artırır, həm azarkeşlərin hardasa gözünü oxşuyur. Bəlkə də komanda yoldaşları özləri də özlərinə çəki düzən verərlər. Baxma da indi burada özünü məsələn deyək Vargas bir futbolçu saya bilər, İmad Faraç futbolçu saya bilər, amma Abbakarın yanında özlərinə, yəni futbolçu demələri biraz gür səslə özləri başa düşürlər ki, yəni Abbakar kim, bunlar kim. Ona görə onun olmağı həm də yaş anlamında biraz onlardan yaşlıdır, təcrübəlidir, karyerası daha böyükdür, hardasa sözünün ağırlığı, hardasa bir baxışı, hardasa bir tövsiyəsi biraz Samir Abbasın işinə yaraya bilər. Razıyam. Yəni o ağırlığın qoysa ki, xarakterdə görünür elədir. Hiss olunur ki, belə komanda yoldaşlarını idarə edə biləcək səviyyədə belə bir hörmətli futbolçu kimi gəlir Sanki adamlar. iddiası da odur. Hiss olunur hərəkətlər, davranışlarından hiss olunur. Xeyrini görə bilərlər. Xeyirli ola bilər, mən belə düşünürəm. Mətbuatda müxtəlif məlumatlar yayılırdı onun gəliş ərəfəsində, amma o oyun öncəsi məşqlərində klubun futbolçularıyla da biraz ünsiyyətdə olmuşam. Məşqlər, oyun və bütün görə bildiyimiz bütün pozisiyalarda belə daha isti, daha məsələn açıqlamalarında bildirir ki, Neftçi böyük klubdur, hansı klubda olduğumun fərqindəyəm. Böyük klublarda adlar önəmli deyil, özü deyib bu ifadəni ki, adlar önəmli deyil, əsas komandadır. Bütün bunları nəzərə alaraq, yəni fikirlərin davamı olaraq bildirirəm, davamı olaraq deyirəm bunu ki, sanki Neftçiyə fayda verə bilər, əgər nəsə belə xüsusi fövqəladə bir dəyişikliklər olmasa.